Salam aleykum, kanalıma xoş gəlmişsiniz. Yağışlı bir gündə sizi salamlayıram. Birinci очередь adresi deyim. Sumqayıt şəhəri 17-ci mikrorayon. Bu hissədə 5 fəsil, burada Qərb sarayı ilə üzbəyüzdə Nur Hicab dükkanı. Mən bugün manikenin üzərində niqabları, hicabları göstərmək istəyirəm. İndi nə çatdırsam, nəyə səbrim çatsa onları göstərərəm. Bu arıq incə-mincə qızımı da bura qoymuşam ki, buna hicabları bunun üzərində göstərim deyə. Bundakı geyindirənə kimi bir barmağa düşdü. Onu da barmağa yapışdırana kimi kleylə öz barmaqlarımı yapışdırdım, amma o barmaqlar yapışmadı. Nəysə, onu görməzdən keçək. İndi bu niqabları istəyirəm üzərində bir göstərim. Öz üzərimdə göstərə bilmədiklərimi. Qısa niqab olanı, məndə olanı bitib, inşallah yenə gətirəcəyik. Bu niqabdan yenə gətirərik. İndi bu biriləri bir çəkim. Bir də nə demək istəyirdim, videolarda bəzilərində belə bu hissələr belə tündləşmiş kimi görünür. O nəfəsimdən burada izlər qalır, biraz üz başqa cür görünür. Üz deyəndə ki, belə burun yekə kimi görünür. Yəni elə bir şey deyil. Sadəcə orada elə çıxır. Parlanır deyə bu niqab. Neyse, mən keçim göstərməyə. Bu niqab biraz fərqli niqabdır. Niqab kimidir, hicab kimidir. Bir yolunu tapmışam bunu necə bağlamağa, bilmirəm. Düz bağlayıram ya yox. Biraz bu manikenimiz uzundur, biraz qısaldım bunu. Bunun belə iki belə xırda ipi də var və belə enli də var. Bunu indi mən düz manken kəlləsi biraz balacadır. Bunu belə arxadan bağlayıram, bu xırdası olanı. Sıx belə. Qalır bu. Prosta buna mən bərk bağladım. Bu hissədə qaldı da. Belə də bağlamaq olar. Sadəcə olaraq belə bağlayanda bu hissələr çox açıq qalır. Belə açıq qalır. Bunu əslində niqab kimi almışdım. Niqab olduğuna görə. Bu hissələr çox açıq qalır. Ona görə bunu belə eləmək lazımdır məncə. Bu elə bir ki, gözün alt hissəsini eləyib. Bu xırda iplər, nazik iplərlə buradan arxadan bağlayırıq. Lazımı qədər. Belə qalır da. Sonra bunu yaxından biraz göstərim. Elə bil ki, bu da üzərinə gəlir də bu hissənin. Üzərinə gəlir, arxadan belə düyününü vururuq. Belə niqab olur. Baxız, bu hissələrdə bağlanır. Belə. Bu hissədən də uzundur. Qabaqdan da uzundur. Axır ki, bunun yolunu tapdım. Necə bağlamaq lazımdırsa. Öz üzərimdə neçə dəfə yoxladım. Tapdım. Material çox qəşəngdir. Ona görə bundan yapışmışam ki, yəni bunun qaydasını öyrənim deyə. Materialı qəşəngdir. O birilər biraz şifon fasondur, amma bu isə atlas kimidir. Yəni belə, bunu göstərdim sizə. Bunun qiyməti 28 manatdır. Bir dəfə bilsəz necə bağlamaq lazımdırsa, ondan sonra rahatdır.
Kəl bacımıza indi bu niqabı geyindirək. Bu da belə bir qabaq hissəsində belə ipləri var. Sadəcə içəri bağlanır. Belə. Bunu belə yox, çölə də bağlamaq olar əslində. Mən biləm. Mən biləm bunu içəri də bağlamaq olar da. Dediyim kimi bunun kəlləsi biraz balacadır. Bu isə niqabı. Kölgəli niqabdır. Bunda gözlər yoxdur deyə bilinmir. Alnına yapışdırıram bunu, yoxsa gözünün üstünə yapışdırıram, bağlayıram. Yəni belə. Bu da 2 qatdır. Yəni iç hissəsi göstərmir də bunun, qalındır. Amma uzundur. Sadəcə olaraq bunu qəşəng ütüləmək lazımdır. Qırışları əl ütüsü ilə lazımdır. Ütüləmək bizdəki par ütüsüdür deyə. Par ütüsü ilə tam açmaq olmur bunun qırışlarını. Amma ki bunun qabağında 2 qatı var. Arxasında 3 qatı var. 1, 2, 3. Qabaqda isə 2 qatıdır. Yəqin ki bu var deyə qabağında belə eləməyiblər ki, çox belə qarışıq olmasın deyə. Yəni belə. İndi keçək obisinə. Stopa basım obisini. Bunları qoyum yerinə. Bir də obisinin qiymətini deyim sizə. 35 manat idi indi çatdığım. İndi isə bu 25 manatadır. Düzünü desəm bunların adlarını bilmirəm. Nə kimi gedir. Gərək örgənim. Bu isə arxadan da 2 qatdır, qabaqdan da 2 qatdır. Uç hissələri 3 bucaqdır, yumru deyil. Bu isə içərdən bağlanır məncə. Çöldən də bağlamaq olar. Amma içərdən daha yaxşı görünür bu. Bundan məndə də var. Belə. Bundan ancaq qarası var bizdə. Və bu. Bu isə 20 manatdır. Bu niqablıdır. Belə. Üstdən belə keçirilir. Altdan buna hicab lazımdır da məncə. Boyunluq ya da ki. Çünki tək geyinməsi bir şey deyil məncə bu. Qabaq hissəsi belə. Belə. 2 qatdır, amma altdakı qısadır, üsttəki
uzundur. Bunu yəqin belə eləmək üçündür. Belə geyinənlər üçün, yəni gözlərini də bağlamaq üçün. Yəni belə göstərim yaxından. Belə. Başqa nə göstərim? Ha, bir də belə bir kapüşonka kimi hicablarımız da var. Hazır. Toxunma kimi. Bunu hər bilirəm ayrıca çəkəcəm. Adından çıxırmışam. Baxız belə bir naxışlıdır. İndi hicabla, üz gözlə yaxşı görünürdü belə. Belə də qəşəng görünür. Altdan boyunluqla, yəni adi hicabla. Belə arxadan belə qalır. Qabaqdan da belə. Qəşəng qalır əslində. Bir də mən yoxlayım görüm. Biraz uzaqdan çəkəcəm. Başqa elə bir şey yoxdur. Hicablardır, onları da ki bir-bir göstərmək lazımdır. Geyindirib. Hansını göstəreyim. İndi sizə burada göstərim. Buradakı hicablarımızı. Uşaqlar üçün belə bir hicablar var. Firdevs. Sonra belə bir hicablar var. Rəngləri sadəcə az qala bunlardan gətirəcəyik inşallah. Belə bir hicablardır. Sport keçirmə belənci. Bunlar sadələridir. Bunların qaşlı olanları da var. Bir də mərmər teksturalı olanları da var. Belənci qaşlı olanlar da var. Qiymətləri də görürsünüz üzərində. Modelin üzərindəki hicab növündə görürsünüz yəni. Mərmər teksturalı və zərli. Baxın, belə xırda zərləri var üzərində və mərmər teksturalı. Buradakı 14. Sonra bu hicablardan çox xoşum gəldi mənim. Həm çənəlidir. Burada şəkildə bir tər görünür, qəşəng görünmür. Boğaz hissəsi yaxşıdır da bunların. Yayda məsəl üçün yapışmır boyuna. Kaliforniya materialındadır. Bunun hələ ki bir dənə boz rəngi qalıb. Başqa rənglərini də gətirəcəyik inşallah. Qara da var idi. Qaranı özüm götürdüm. Ondan sonra hamıya tərifləyirəm bunu. Boyun hissəsi yapışmır. Yəni knopka ya iplə bağlamaq üçün. Həm də ki çox uzun da deyil. Lap uzunla taxa bilmirəm. Bir də ki əsasdakı çiyin boğazı bağlayır. Necə göstərəm sizə? Baxın belə. Məndə kapüşonka var, həm də niqab da var. Görünmür tam. Belə uzunluqda, arxadan da elə uzunluqdadır bu uzunluqda. Qabağı da. Çənəsi də var, yəni bura kimi ayrı çənəli də. Yəni çənə açıq qalmır. Belə gedir deyə bu hissələr yayda pişməz də, yəni ki bu hissələr qəşəng rahat boş qalır. Özü materialı da elə materialdır ki, yəni ki tərlətmir, pişirmir. Qəşəng materialı var. Amma mən sizə Misirin abayalarını göstərmədim. Onları da göstərəm, sonra çəkilişi dayandırım. Burada olanlar niqabdır, bu balaca niqabdır. Ayda düşdü. Bu niqab neçəyədir? 18 manata. Keyfiyyətinə görə qiyməti də bahadır. Kölgəli niqabdır.
sizi buradan oraya, oradan oraya aparıram. Üzürlü sayız. Xətsiz kölgəli niqab. Belə. Çox uzun da deyil, qısa da deyil. Yəni belə. İplə də bağlanır. Yəni burada kamerada bilmirəm göstərə bilərəm materialın fərqini. Yox, kamerada görünmür. İndi bu büzüşüb korobkadaydı. Amma material çox qəşəngdir. Bu məndə olanı 8 manatadır. Mən indi niqablı deyiləm, sadəcə olaraq reklamda istəmirəm üzüm görünsün deyə ona görə niqab taxıram. Ona görə mən elə beləsini götürmüşəm də adisini. Özüm niqablı olsaydım, yəni ki, bunu seçərdim keyfiyyət baxımından. Bu belə. Bunu qoyayım. İndi isə bu birisini göstərim sizə. Bunda isə belə bir şalı var. Bax, enlidir nə boyda. Bunu indi necə istəyirsiniz də bağlaya bilərsiniz, nə bilim. 3 bucaq eləyib belənçi, arxa hissəsi məsəl üçün biraz qısa, lap arxası uzun. Beləsini eləyib məsəl üçün. Altdan indi başqa hicab taxsaz da. Bunu da ki bu kölgəsizdir. Bunu da ki buradan belə. Bunun qarası da var, bir də bu rəngi var. Belə eləyib üstdən bağlamaq olar. Ya nə bilim, bunu bağlayıb sonra üstündən onu elə belə atmaq olar. İndi bilməm də ki necə. Ya da ki adi hicab kimi bağlanıb necə eləmək istəyirsinizsə elə eləmək olar. Mən yaxşı tutturmadım indi. Baxız belə. Görürsünüz, bu hissəsi uzun, bu hissəsi qısa. Mən indi sərgəsiz elədim də. Bir də qatları da var. Düzüşüb yəni. Sərgəli ütülənsə, eləsə, çox qəşəng qalır bu. Artıq bu qədər göstərdiyim hamısını nə çəkmək istəyirdimsə. Bircə qaldı, siz gəlib almağınız qalıb. Yəni gələn çəkilişlərə kimi sağ olun, salamat qalın.